Cadan oxu görə İslam Əli bizdən nə istəyir? Nə ədədindən? Hansı ədədindən? Aha, bu üzə gəl. Aha. Nə? 2 vahid nə? Ay, sağ ol. İndi sən tapırsan. Gəl bura. Hansı ədəddən istəyirdi səndən? 4 ədədindən. 4 ədədindən 2 vahid irəli. Get görə necə gedəcəksən? Neçə vahid demişdi, hə? Gəldi o bala. İndi gəl mənim üçün burada o misalın yaz İslam Əli. Görək səndən nə istəyirdi? Sən nəyi tapdın orada? Ay, sağ ol. Ay, sağ ol. İndi Əli Hüseyin gəl lövhəyə. Əli Hüseyin gəl bala. Sən B variantında olanı mənim üçün oxuyacaqsan. Gəl oxu. B variantında səndən nə istəyir? Oxu görək əvvəlcə B-ni. Mən tərəfə gəl. Hansı? Hansı ədəd? Bu neçədir? 10 denəndə mənə. Qızım danışmırıq. İrəli yəni neynəməlisən? İrəlidə olanda neynirdik? İrəli hansı əməli bildirir? Çıxma yoxsa toplama? Aysa, indi sən bir dənə 7-dən get mənim üçün irəli. Hə, Aysa, bu tərəfdən dursan görəcəksən. Mən tərəfdən dursan, Aysa, indi işlə. Aferin, mənim üçün misal yaz. Tam dəqiq burada görüm ki, sən nəyin üstünə gəldin? Aferin. Aferin Əli Hüseyinə. Uğur gəl lövhəyə. Sən gəl mənim üçün C variantını oxu. Oxu C-ni. Gör nə istəyir səndən. Burada oğlum. Bax. Nə deyir sənə? Oxu. Ucadan. Hansı? Hansı ədəddən? Mən tərəfə gəl ağıllı balam. Və buradan rahat oxu, hə. Hansı ədəddən? Ay, sağ ol. Ay, sağ ol. İndi sən gəl burada misalın yaz görək nəydən nə üstünə gəldin? Yusuf gəl. Aferin Uğur'a. Tam sərbəst. Köməksiz işləyirik. Sonuncu Yusuf. Mən tərəfdən gəl oxu. Ay qız. Get görək burada əvvəlcə də doxunda mənim üçün. Sən get üstünlərə, mən biləcəm. Ay sağ ol. İndi gəl misalını yaz, dəqiq olsun. Məndən götürdün də makeri. Ay, yaxşı, düzdür. İndi uşaqlar, bunu hər kəs sərbəst yerində özü misal formasında işləsin. Açın edit dəftərlərinizi.